Biz SSR-nin dövründə yaşamırıq, kollektivin istəyi ilə kimsə işdən çıxarılsın. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Qida Sənayesi Kollecində hüquqşünas kimi çalışan Aynur Muradova Prezident İlham Əliyevə və Vitse-Prezident Mehriban Əliyevaya müraciət edib. Infoplus TV xəbər verir ki, şikayətçi kollecdə korrupsiyalarını ictimailəşdirdiyinə görə rəhbərliyin təzyiqlərinə tuş gəldiyini bildirir. Dediyinə görə kollecin direktoru Sevinç Həmziyeva onu kollektiv qarşısında hədəfə çevirərək işdən çıxarmağa çalışır. Muradova 3 ildir kollektivdən təcrid olunduğunu, buna görə də dəfələrlə prokurorluğa, məhkəməyə və Prezident İlham Əliyevə müraciət etdiyini deyib. Hörmətli İlham Əliyevə, vitse-prezidentimiz Mehriban xanım Əliyevaya müraciət edirəm. İqtisad Universitetinin prorektoru Şaiq Əsgərov və yanında gətirdiyi həmkarların sədri işçiləri yığıb mənə qarşı qərəzli şəkildə iclas təşkil ediblər. Mənim işimə son vermək istəyirlər. Güya məni kollektiv istəmir. Biz SSR-nin dövründə yaşamırıq, kollektivin istəyi ilə kimsə işdən çıxarılsın. Kollecin direktoru Sevinç Həmziyevanı məhkəməyə vermişəm. Məhkəmənin vaxtını uzadırlar. Məhkəməni gecikdirirlər ki, mənim işimə son versinlər. Qanunsuzluqların üstü bastırılır. Özüm hüquqşünas ola özümün hüquqlarım tapdanır. Bütün sübutları məhkəmələrə, bütün sübutları prokurorluğa, Elm və Təhsil Nazirliyinə verməyimə baxmayaraq bir nəticəsi yoxdur. Elm və Təhsil Naziri Emin Əmrullayev bizim vətəndaşların, işçilərin, müəllimlərin şikayətlərini qoyub bir kənara ancaq imtahanlarla maraqlanır. Korrupsiya baş alıb gedə-gedə bu qədər sübutların üstünün bastırılması dövlətə xəyanət deməkdir. Bu haqsızlıqlara göz yummadığıma görə dəfələrlə şərlənərək töhmət almışam. Mənə haqsız yerə verilmiş töhmətə görə məhkəməyə müraciət eləmişəm. Nizami rayon prokurorluğunu da məhkəməyə vermişəm. Sübutların üstünü bastırıb saxta qərar verdiklərinə görə. Direktor Sevinç Həmziyeva mənim kimi maaşa işləyirsə, düzgün işləyirsə, L7 nömrəli 2025 model maşının necə alıb sürür? Laboratoriyalar bərbad gündədir. Kompüterlər yoxdur, dərsliklər yoxdur. Üzdən bəzəmə remont ediblər. Adı da odur ki, kollecdə təmir gedib. Direktor Sevinç Həmziyeva isə ittihamları rədd edib. O deyib ki, hüquqşünas Aynur Muradova kollektivdə narazılıq yaradır, tədris prosesinə mane olur və böhtan xarakterli məlumatlar yayır.